Hamınızı salamlayıram əziz çempionat iştirakçıları və çempionata izləməyə gələn, finala izləməyə gələn əziz tamaşaçılar. Bu günləri 40 üstəgəl futbol turnirinin finaldır və final çıxan komandaları alqış sədalarıyla Ulduz komandası, rəqibi Pioner Arena komandasını alqışlarla meydan mərkəzinə dəvət edirik. Alqışlar başlayın. Sunlar komanda. Bizim değerli olan himnimiz bütün futbolcular için tabii ki Avrupa futbol səhnəsi için hem de özümüz için değerli olan bir sərdadır, ama bütün milli kimliğimizi, milli değerimizi, milli önlüğümüzü ileri çeken ana laylamızdan bize değerli olan sözleri Əhməd Cavadın bəstəsi Üzeyir Hacıbəyovun olan Azərbaycan Respublikasının dövlət himnini eşidək. Bayrak mənliyimdir, bayrak kimliyim, bayrak öz yurduma, öz hakimliyim. Harda əcdadlarımın ayak izi var, bayrağım bak orada dalgalanacaq. Uzaq şərqin qapısından düz Avropanın mərkəzinə, şərqin sonuna qədər səslənən Azərbaycan dalğaları heç vaxt unudulmayacaq. Həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində sayısız olan igidlərimizin canının bahasına qazandığı torpaqlar bizə alnımızın teri tək yapışmış və onlar bizim özümüzdən qoparılmış bir hissədir. Coğrafiyada belə bir anlayış var, yeraltı sərvətlər dedikdə qızıl, mis və yaxud da neft kimi nəsnələr yada düşür. Amma indiki müstəqil Azərbaycanın coğrafiya anlayışında yeraltı sərvətlər dedikdə
sayısız olan qəhrəmanlar yada düşür. Onlar torpağa deyil, əbədi olaraq qəlbimizə həkk olunacaqdır. Bu günləri firavan həyatımızın, rahat həyatımızı onlara borclu olduğunu çox gözəl bilirik. Cəmiyyətdə tutduğumuz işdən, mövqeydən asılı olmayaraq hər bir Azərbaycanlı kimi onların qabağında baş əyir və onlara dəyərli təşəkkürünü bildiririk. Onları böyüdən analara, dünyaya getirən analara öz təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət etsin, Allah qazilərimizə şəfa versin və təbii ki, mən indi istəmirəm çox futbolçuları intizarda saxlayım. Hər iki yarım finaldan finala yüksələn komandalar əla mübarizə ilə, çox gözəl mübarizə ilə yollanıblar finala və inanıram ki, finalda da həmçinin tanış simalar hər iki komandada var. İnanırıq ki, maraqlı bir oyun olsun, ən əsasda futbol və idman prinsipləri çərçivəsində olsun. Əziz izləyicilər, futbolçularımızı gözəl alqışlayaq artıq. Mən sözümü bitirirəm, söz sizə onlarındır. Minnətdarım, diqqətiniz, təşəkkür üçün. Samir Əmsi şəhsiniz, mən Cəmalettin Mehdidir, əziz izləyicilər, nəzərinizə çatdırmaq istəyirəm ki, 40 üstüyə gəl, Adana Futbol Turniri, Peşə Futbol Liqasının dəstəyi ilə maraqlı bir oyun, final oyunu meydanda isə mübarizə aparır. Pioner Arena komandası rəqibi isə Ulduz komandasıdır, hər iki komandaya uğurlar. Maraqlı, ən əsas futbol və idman prinsipləri çərçivəsində çox gözəl bir oyun bizi gözləyir. Və indi heyətdə tanıdacam Pioner Arena komandası, komandanın kiperi İlqar Abdulov, digər kiper 99 nömrəli futbolçu İlqar Abdulov, 12 Elnur Zamanov, 13 üzrəm komandanın kapitanı Ağatayır Əzimov, 7 Zeynal Zeynalov, 10 Hikmət Bağırov, 11 Namik Məmməd Kərimov, 14 Rüfət Hüseynov, 15 Fuad Cəfərov, 16 Asif Zeynalov, 17 Vüqar Həsənov, 18 Rizvan Fərzəliyev, 9 Elnur İmanquliyev, 5 Rövşən Babayev və 77 Ruslan Poladov, təcrübəli bir sima bizdə üstədir indi. Ulduz komandasının heyəti belədir. Hüseynov Fəyyar, tanınmış bir sima, tanıdığımız sima. Bir Ümman Ağmalıyev, komandanın həm də kapitanıdır. 41 Timur Dadaşov, 13 Seymur Quliyev, Samir Quliyev üzrəsindən 44 Elmir Məmmədov, 90 Ramazan Abbasov, çox tanınmış bir sima. Yenidən qarşımda 22 Amil Abdulov Abbasov, daha doğrusu 17 Namik İskəndərov və Xəqani Məmmədov. Təbii ki, çox tanınmış bir sima. Xəqani Məmmədov haqqında deyiləcək kifayət qədər söz var və onun haqqında ehtiyac yoxdur məncə təqdimata. Ən alıya İlqar Abdulov. Şimdi Yaxətdən daxil edildi. Ağatayır. Gol! Kapitanın zərbəsi qarşı savunmazdır. Ağatayır Əzimov. Hesab açılır. Pioner Arena komandası Ulduz qarşısında hesab açır. 1-0. Kapya. Alınmadı. Kaptı ölüşü. İlqar Abdulov. Tanınmış Hüseyin Madoda. Ağatayır Əzimov. Oyunda yeganə qol müəllif və kapitan. Top meydanı tərk edir. Fərzəliyev. Top oyuna daxil etməlidir Fərzəliyev. Ötürmə. İlqar Həsənov. İlqar Abdulov. Başla. Dokunuş. Ağatayır Amil. Uzun şansı. Samir Quliyev. Amil. Abbasov. İlmar. Ağamalıyev.
İman. İlqar Abdulov. Öz komandası İlqar Həsənov və kifayət qədər yaxşı hazırlaşıb onlar finalda. Finala yüksəlmək üçün heç də asan mərhələdən keçmədi. Yarım finalda dişə diş qana-qan mübarizəsi hər iki komanda. Penalti zərbələrində nəhayətində qələbə qazandı. Ulduz komandası o Skadran komandası məğlub etdi penalti zərbələrində. İlqar Həsənov. Mənim Qala Kərimov. 17 nələrin mübarizəsi. Qapya! Zərbə isə tərəfindən Hüsovnu Feyyaz Hüseynov. Ulan zərbəni dəf etməyi bacarır İlqar Abdulov. Ramazan Abbasov buraxır. Amil Abbasov. Ötürməsi Amil Quriyev. Altay Rəzimov qarşısında. İman. Qaparsına İlqar Abdulov. Altay Rəzimov. Samir Quriyev. Feyyaz Hüseynov. Zərbə! Top qapının üstündən keçir. 9'luğa ısmarlanmıştı. Hüseynov. İzvan. Altay Rəzimov. Zərbə. Qaydan top var və Rəzimov'a imkan vermədi Amir. Qala Kərimov. Həsənov var yerdə. Fərzəliyev. Abdulov top istəyirdi. Amin. Abbasov. Meydanı saxlaya bilmədi. Fərzəliyev. Fərzəli Sima. Altay Rəzimov. Feyyar Hüseynov. Feyyar. Top meydanı tərk edir. Hüseynov. Top meydanı tərk edir yan xətdən. Kərimov. Top meydanı tərk edir. Tərk etmədi. İmkan vermədi. Amalıyevdi bu. Dadaşov. Samir. Quriyevin əla zərbələri var. Dadaşov. Top meydanı tərk edir. Maraqlı bir oyun izləyəməyimizə inanıram, amma hesabın belə olacağını heç inanmıram. Hüseynov. Kərimov onun mübarizədə. Kamil top meydanı tərk etdi. Abbasov. İzvan Fərzəliyev onun qarşı çobada oynadı. Xəlil Xəlilov yaxın idi Efsota və ayağına vurduğunu deyir. Bu da İzvan Fərzəliyevin qayda pozuntusuna yol verdiğini dedi. Sami Quriyev. Topun gerisində çox qüvvət zərbələri var, ölümcül zərbələri var hətta. Roberto Carlos xatırladan zərbələri var. Zərbə Altay Rəzimov. Top meydanı tərk etdi. Oy, yaxşı hərəkət edir. Sağım gel, sağ gel. Saniye. Dadaşov.
Abdullah. O görmüşdü. Kimi burada? Cəfərov ama. Cəfərov. Topu meydanda saxlaya bilmir. Ramazan. Samir. İmam. Oy! Kim zərbəsi? Samir. Kim burada var şoğlan var Zafer'in de. İmam. Gayrazın var. Fenaz Yunalov oyundandır. İtiraz etti. Samir. Son oyunda çok möhtəşəm bir gol vurmuşdu Fatih. Dəhşət saçan bir gol vurmuşdu. Yan xətdən daxil edilməlidir. Dəqiqələr irəliləyir. 1-0 minimal hesab, sürüşkən hesab davam edir oyunda. Zeynal Zeynalov meydan saxlaya bilmədi. İki Baltuaza. Fərzəliyev. Ozanı Məmmədov. Bakın zərbə gəldi. Hüseynalovdan. Gözləmədiyimiz bir zərbə. Hüseynalov. Kariyerasında şu an kadar istedadlı bir futbolcu olub və istedadlı bir məşqçidir. Burada qeyd edirəm. Çox istəyən Alban futbol turniri meydanda isə mübarizə aparır. Demək, Ulduz komandası Rəqib Pioner komandasıdır. Kopya! Zərbə! Ahmet Gulev'in ölümcül zərbələrin olduğunu demiştim. Ahmet onun Roberto Carlos ayağı zərbeli olduğunu demiştim. Gulev'den ölümcül zərbə. Canlı sərtlidə pərəm qoyur. 1-1. Möhtəşəm gol gəlir ondan. Məmmədovdan top meydanı tərk edilir. Xəqani Məmmədovdan söhbət edilir. Samir. Samir. Abdullah. Can. Zeynalov. Nasir. Çok tehlikelidir ama saxladı. Zeynal Zeynalov. Cinaha ötürmə. Qapçı olacaq.
geriye. Samir. Hesabı beraberleştirdi. Fena karşı Samir. Deneme zərbesi. Asif Zeynalov, İzman Fərzəliyev və Zeynalovu görürük. Tapşırıqdır və Zeynalov. Oy oy. Amir. Umar. Nizam. Amir. Kapıyor. Dokunuş da vardı direkt. Zeynalov göndərməsi. Amir. Suzan. Kərimov. Top meydanı terk edib. Zərbəsi uğursuz oldu. Oy. Abdullah. İki təcrübəli Siman Xəqani Məmmədov və İzman Fərzəliyev hər iki futbolçunun haqqında bir kitab dolusu söz demək olar həqiqətən də. Təcrübə danışır. Zeynalov. Nəhətdən olmalıdır. Hatayla.
İskəndər Abdulov. Mehmet Kərimovun sözəsi. Mali. Yarasan. Qam. Rizvan. Şimdi zədələnir Fərz Əliyevlə. Fərz Əliyev. Abdullah. Yanlarda təhlükəlidir. Şimdi bu yaxşı. Silah var oyunda. İstədiyim ki, demək üstə gəl. Rusya Futbol Liqasının təşkilat dəstəyi ilə mübarizə aparır finalda. Rus komandası Regi Pioner Arena komandasıdır. Hesabsa 1-1'dir. Senin sonlarına isə az qalıb. Aslında bitir indi. Meyvanda inan var. Bitirməlidir. Amir. İskəndərov idi bu. Tanış olan bir sima. İskəndərov. Abdulov. Tayyar. Ramazan Abbasov. Oy oy ötürmeye gel. Ve gol! Ramazan Abbasov'un ağıllara zarar bir ötürmesi. Timur Dadaşov toplara gönderir. Ramazan Abbasov'a muhteşem ötürmesi. Sünkarlık talep edir bu ötürme. Abbasov kapının kilidini açan atarı təqdim etdi. Oy oy oy. Bak ya. 2-1. Rus komandası geri dönüş etmeyi bacarır. Sima. Tran futbolçu. Qəşəm zərbə indirdi amma.
İskəndər qarşısında. Burada yaxşı adamlar var. İskəndərov. Yok. Tamam. Sərbə. İki toxunuşludur. Bəli, bu ikisi sonuncu epizodu kimi yadda qaldı. Və indi pasla var onlar bilir ki, bu son 101, Pioner Arena 1. Sanırım ikinci hissədən sizin yenə şərtsiz mən cəmalətin mevkidir əzizləyicilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Sevgəl futbol turniri, Peşka Futbol Liqasının təşkilatı dəstəyi ilə meydanda isə finalda mübarizə aparır. Pioner Arena komandasıdır. İkisi də 2 gol oldu. Arena komandası hesablaşmışdı. Tahir Əzimov hesablaşmışdı amma içində 2 gol gördülər. Bu komandası hesabda irəlidə olan tərəf qurulma. Kerimov, Əzimov, Eylə Basın. Abdulov, İzvan Azı, Fəzəliyev, Abdulov, İzvan Fəzəliyev, Abdulov, Sərbə gol! Tahir Əzimov! Dubul yeri ondan! Ötürmə və Ağa Tahir Əzimov! Golun müəllifidir. Abdulov. Sen beraberleşik. Final live oyun. İgar. Nizam. Riz, oy Qarabulovun sərbəsi Fəzəliyevin finəsindən sonra bu mövqeyinə addım çıxartdı Qarabulov. Abdulov! Sarı verəgə Fuat Cəfərov və Samir Quriyevə sarıya boyanır hər iki futbolçu.
İdmandır. Olur belə hallar. Belə münaqişələr olması təbii ki oyunu nə qədər gərgin keçdiyinə dəlalət edir. Heç futbol sakitləşir. Sən demə. Problemləri çağırmaya gəlmiş, bu qədər. Nə alırıq? ironik sataşma da hər iki futbolçuya. Hesab 2-2'dir. Yıldız 2. Arena 2. Abdullah. Essing. Atayı. Samir. Rızvan Fərzəliyev qapı boşdur. Skatırlar finalı. Ama Rızvan Fərzəliyev bu halları fark eder, görüb, bilir. Abdullah! Hemen sortalamak için şekilde İlhan Kerimov, Ramazan haydi Ramazan'dan söhbət edirik. Gidirəm bir saat 2-1-4 olunurdu oyunda. Rizvan Fərzəliyev baxır, axtarır. İlqar Abdulov, İlqar Rizvan ötürmə ileriye. Samir dəqiqələr eləyir, zaman dayanmaq istəmir. Keçən dəqiqələr İmam hesab 2-2'dir ve Məmmədov həqiqətən şəxsi simpatiyasında karyerasında xatırlamaq istəyirəm amma o qədər klub var ki, xatirəmə hətta çıxır. Məmmədov qocalmaq bilməyən adam, qocalmaq hissini unutmuş adam. Məmmədov hər yaşıl meydanların elə Həqani Məmmədovudur. Bir də. Timur
Qala bir gol vurmuşdu. Azimov. Timurda da top meydanı tərk edir. Oy. Məhəmməd Kərimov. Çekilir. Ay, Asif. Zeynalov çok istedadlı bir futbolçudur. Asif. Rizvan. Asif, Rizvan. Pegani Mehmetov. Pegani Mehmetov. Susur top. Danışır tecrübe. İllerin tecrübesi. Pegani Mehmetov bir anlık kıvılcım. Çok bağbaşı gelebilir. Finalda. Süper istidat. Vurduğu gol. 3-2 yıldız ileri kesin. Timurda Daşov. Timur ötürme. Kapıyor. Yar. Qayda pozuntusu. Bu qayda pozuntusudur. Fuad Cəfərov. Samir Quliyevin vərəqəsi olduğunu deyir. Və bu anda vərəqə tələb edirdilər. Üç şey oldu zirəldədir amma. Sərmə zərbəsi. Tahir. Azimov. Savaşır. Savaştırılır. İvan. Rizvan. Fərsəliyev. Bu yaşlı olsa deyil ama. Onu kəsə bilmədi və Zeynalovun zərbəsi. Basın onu. Cəfərov. Rizvan. Sen Atayev. Filete hiç yoktur. Rizvan. Azimov. Abbasov. Şerbe bu kim idi?
Elmur Məmmədov. Abdullah. Gönderir. Abdullah. Nazariyev. Abdullah. Kapanır. Quduz komandası. Gönderiş onlara. Sağcı saxlamaq. Fəzəliyev. Ömer Abdullah. Qarəzmin. Fəzəliyev. Abdullah. Qarəzmin. Fəzəliyev. Ağa Tahir ve burada Ümman oynuyor. Rızvan, Yugar, Rızvan. Kenan Pençeler. Rızvan. Kasıma. Mərazimov şanslar dayanmır. Futbolçu. Bitir indi. Ya. Senalov. Fəzəliyev. Abdullah. Abdullah. Şimdi her şey bitirmeye Timur Dadaşov. Timur Dadaşov adi bir sen. 4-2 olur. 7 dəqiqə yaxın vaxt. Hələ qalıb. Artıq risk alacaq. Bütün riskləri açıldı.
Zərbə gəlir. Hüseyin Alov. Hüseyin Alov. Tahir. Nasir. Boş ilerleten de var. Aman. Fazla iyi olacak. Abdullah. Bunlar oldu. Səfətən sizlər bənin arasını kəsdi. Bu da. Kapı boşdur. Namik İskəndərov. Sıla beraber əmin ol. Zərbə. İskənderov'dan 5-2. Amil Timur. Abdullah. Gar. Rizvan. Rizvan. Gar. Harika topu. Timur. Rizvan Fərzəliyev. Rizvan. Basıp. Lehine işliyor. Güzel. Güzel. Allah fena. Finalar. Finalar. Gol! İman Ağamalıyev. Saniyeler, vaxt, her şey.
2 dəqiqə. 2 dəqiqə nə etmiyorlar? Fiyat zərbə. 3 gol vurma olar mı? Qapanan komanda və göndərə bilmirlər. Ramazan! Sen kalsın kesir. Indi. Ya! Əlbə! Hakim Sadına gözlərini nəzər etdirir. Saniyeler çempionluğa doğru aparır. Mehmet Kerimov. İmam bu günləri qapıda dəhşət saçır o. Var. Tahir. Təşdir İmam. Bəli, bu fit. Final fitidir bu. Ulduz komandasının çempionluq fitidir bu. Bu fit. Oyunu bitirən fittir və mən reportajımı oyundan bitirəm ama təqdim etməklə yenidən mən sizə olacağım. Sağ olun, salamat qalın, hələlik. Əziz və dəyərli futbol iştirakçıları, adından da məlum olduğu kimi 40 üstəgəl, yəni veteran futbolçulardan ibarət çox gözəl bir turnir idi. Mən 2 mərhələ sizlə bərabər oldum, yarışma və final mərhələsində və biraz da heyfsəndim ki, kaş daha öncədən sizlə bərabər ola bilərdim. Həqiqətən də əsl futbol zövqü yaşadım. Burada hər iki komandanın heyətində mənə tanış olan simalar var. Halbuki mən 11 il şəhərçiliklə və sizin adlarınızla mən böyümüşəm və bugünkü gün futbolu sizin adlarınızla sevmişəm. Həqiqətən mənə xoş oldu bu günləri sizlə eyni meydanda, amma fərqli işi görürük. Siz futbol oynuyorsunuz, mən şərh edirəm. Bu mənə çox böyük bir sevincdir, tam səmimi sözümdür. Həqiqətən də şəhərçilik karyeramda qızıl hərflərlə yazılan bir oyundur. Sizə minnətdaram bu gözəl oyuna görə. Oyunun dramatikliyi çox əlaydı. Oyunda bəzən adrenalin dəyişirdi, amma bu bir futboldur, bu bir oyundur və ən əsas da ki, futbol gözəllikdən ibarətdir. Birləşdirir, ayırmır. Siz də meydanda birləşdiniz. Qalib olan komandanı ilk öncə təbrik edirəm öz adımdan. Vitse çempionları da üzülməyi demirəm. Siz finala qədər gəlmişsə, çempionluğun yarısı sizindir. Onu demək istəyirəm və sizin nominasiyalarınız var. Burada bizlə bərabər olun üçün təşəkkürnamələr və alışlarını təqdim edəcək. Futbol Plus komandası alkışlarınızla Xəzər komandası alkışlarınızla Ataman komandası alkışlarınız.
komandası. Aldıqlarına təşəkkür edirik. Komandası. Ben bu komandaya çok değerli teşekkür ederim. Bayresim o komandanın kaptanı. Bu komandanın adını deyəndə geçəndə bir nəfər mənə xatırladı. Futbol ictimaiyyəti o adamı yaxşı tanıyır. Alqışlar deyəcəm, Fərhad var, qoca. Dəqiq bu soğana komandası. Alqışlar bu buz komandası, kapitanı yaxınlaşsın bizdən təşəkkür edirəm. Geniş. Birazdan yetiştirelim. Çempionatın təbii ki, bütün oyunlarda futbolçu, bütün meydanda olanlar üçün arzu olunmazdır. Amma öz komandası üçün arzu olunan bir futbolçudur. Çempionatı 21 golla tamamlamış, çempionatın en yaxşı bombardiri Ağatay Resimov. Ben orada olsam da deyirəm Müncavan'a. Türkiye Futbol Ligası'nın yaşaş desteğiyle Çempionatın en yaxşı oyuncusu bu komandalar içində seçilib. En yaxşı oyuncusu ilə en yaxşı komandadan olan çempion komandanın en yaxşı oyuncusu Timur Dadaşov. Sıra 41 bakalım. Bravo. Başıyla ulduz komandası ulduzu. Axıra səmiyyət xoşlayanam, həm də işimlə əlaqəli olaraq sözləri deməyi bacarıram. Yəni bu işimlə əlaqəli olaraq. Bu yarım finalda açığı onun oyunu heç mənə qənaətbəxş olmadı. Mən özüm qapçı oğluyam, yəqin azdan çoxdan bilsin Kamran Mehtiyevin o keçmiş flash komandasının futbolçusunun oğluyam. Mən bu sənəti yaxşı tanıyıram. Açıq onun yarım finalda oyunu mənə heç qənaətbəxş olmadı. Amma finalda o dəli hisslərlə meydanda qapıda dayandı. En güçlü qapçı, çempionatının en güçlü komandasının qapçıdır. Bizim masaya kim tapşırır? Yarın finalda o yok, finalda değil. Kaçtan kestirsen sana. Birazdan yetiştirir. Bu komanda çempionatda və səbəblərə görə meydanda mübarizə aparmasın, amma onlar bu turniri xahiş edirəm diqqətiniz məndə olsun. Qeyd edəcəksiniz istədiyiniz qaydalarda. Bayaqları Sami bəyin dediyi kimi. Neçə olmağından sonra özünüz qeyd edəcəksiniz, amma bəs mənə imkan verin. Çünki mikrofon yoxdur, təbii səslə danışıram. Çempionatın 3-cü yeri Ataman komandası alqışlarınızla bərabər onları. Və bəli, bu komanda finalda məğlub olsa da, amma onlar özlərində yaxşı bilirlər ki, çempiona məğlub olmaq, sıravi adi komandalara məğlub olmaq kimi deyil. Onlar bu çempionatın
ikinci yerinə layiq görünürlər. Adar Əzimovun alqışlarla ona bu blok verir. Rizvan Fərzəliyev, Zeynal Zeynalov, həmçinin Namiq Məmmədkərimov və onun simasında olan hər kəsə Tavuk Kərim adından və öz adımızdan, Elxan müəllimin adından bu turnirdə iştirak etdiyinə görə təşəkkürümüzü bildiririk və ən əsas da ki, uğur yolunuz bundan sonra da elə futbolçu kimi davam etməyinizi arzu ümidi ilə. Uğurlarınız olsun. O qədər gözləmişsiniz, biraz da gözləyərsiniz məncə. Bu yerə gəlmək asanında olmadı. Mübarizələrlə, zədələrlə, necə deyərlər, sözün əsl mənasında meydanda, tər axıda Fəyyarın danışmasıyla finala gəldiniz və çempion oldunuz. Siz buna layiqsiniz. Siz bu turnirin ən güclüsüsünüz. Qarşılayın. Türkiye komandasına. Çempionu, Ulmus komandası. Cəmiyyət. Gözlər Sami. Buyurun, artıq meydan sizindir. Məhməd olub, tüm zamanda Feyyarlı komandasıyla təbrik edirəm. Xatirə şəkili. Təbii səslə danışıram. Biraz sıkın da. Davut'ta biraz sıkılsınlar. Gel bura kızım, gel bura. Gel. Ha, yaxşı yap. Gel. Sen yorma. Bir daha bura bakarsın zahmet olmaz. Yap. Mən öz reportajımı çempionatın finalından tamamlayıram və oyun boyunca isə təqdim etmə mərasimi boyunca mən sizləydim. Cəmaləddin Mehdiyev, sağ olun, salamat qalın. Ən əsası, ən dəyərlisi, ən vacibi, elə ən gərəklisi bax budur.